Kəlmələrin sehrində xoş gördük sizləri. Bugün ərk edib sizinlə dilimizin qədim bir sözündən bəhs açacağıq. Gəlin araşdıraq. Nədir ərk? Maraqlıdır ki, tarixin, min illərin, zamanın süzgəcindən bugünümüzə qədər gəlib çıxan qədim ərk sözü gündəlik danışığımızda öz yerini qoruyub saxlayıb. Müasir anlamda ərk bir şəxsin yaşca böyüklüyü, yaxın qohumluğu, yaxud dostluğu səbəbindən başqa birisi ilə sərbəstcə davranmasına, rəftar etməsinə deyilir. Yəni, ərk etmək, özünə yaxın bilmək, dostiyana bir şey etmək və ya bir söz deməkdir. Ərki çatmağı isə yaxın, doğma bildiyin adama öyüd nəsihət vermək, hansısa yanlış davranışına görə onu danlamağa haqqı olmaqdır. Sual oluna bilər ki, ərkin indiki anlamlarını bilirik və bu sözü gündəlik leksikamızda işlədirik. Bəs qədim mənası nədir?